Vəziyyət belə gətirib ki, ölkədə ictimai-siyasi xadimlər ciddi axtarışa çıxıblar. Kimin Ramiz Mehdiyevlə Salam Məliki, şəkli, zəngi var, onları istintaqa cəlb eləyirlər və yaxud da vətən xaini elan edirlər. Mən də öz növbəmdə bir vətənsevər kimi bu təşəbbüsdə yer almaq istəyirəm. Bir nəfəri tanıyıram, çoxları onun adını çəkməyə qorxur. Mən amma xaricdə oturmuşam, belə bir təhlükə yoxdur. Ona görə dilə gətirim. Bir nəfər tanıyıram, onun Ramizlə çox ciddi əlaqələri var. Təsəvvür eləyin, Ramiz Mehdiyevin boynundan 4-5 dənə medal asıb, yaxasına 3-4 dənə orden tikib, maaş verib, adın şanlı-şanlı kitablara salıb. Şəkilləri də var, videolar da var. O adamın adını elan edirəm. İlham Əliyev. MTN, baş çək, KKB, çağır İlhamı. Gör, bu vətən xaini ilə, millət düşməni ilə onu nə bağlayırmış.